Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə kəsilib. Ağacların məhv edilməsinin səbəbi nədir? Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində ondan çox göyrüş ağacı kəsilib. O başdan bu başdan ağac idi. İndi gəldi ki, yox, kəsiblər. Uşaqla gəzintiyə çıxanda ağacları kəsib yükləyirdilər maşına. O qədər qurulmuş ağaclar var ki, onları kəsinlər də. Hansı belki yarpaq açır, onların kəsməyə nə lazımdır? Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib. Piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədi ilə Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub. Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaxşılıqlara baxış keçirilib və 12 göyrüş ağacının kök üstə quru vəziyyətdə olduğu müəyyən edilib. Ağaclar xüsusi etiket ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinklərin əkilməsi şərti ilə rəy verilib. Quru ağacların götürülməsi işlərini Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları həyata keçiriblər. Gülşənə Mahmudova, Elçin Tağıyev, ASTV Xəbər.